Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının birgə təşkilatçılığı ilə pediatriyada elmi irsi və innovasiyalar hibrid dünyada uşaq olmaq pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş beynəlxalq konqres öz işinə başlayıb. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra konqres iştirakçıları ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Konqresin rəsmi açılış hissəsində Azərbaycan Tibb Universitetinin prorektoru Professor Məlahət Sultan, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru Dosent İsmail Əfəndiyev, Səhiyyə Nazirliyinin Səhiyyə Siyasət Şöbəsinin müdürü Ramik Quliyev, 1-ci Uşaq Xəstəliklər Kafedrasının müdürü Professor Rauf Bəylərov və digər rəsmi şəxslər çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda pediatriya sahəsində sistemli və dayanıqlı inkişafın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi dövründə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş, səhiyyə infrastrukturunun möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin yaradılması və mövcud xəstəxanaların maddi texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. Bu siyasət nəticəsində xüsusilə ana və uşaq sağlamlığının qorunması sayəsində mühüm nailiyyətlərin əldə olunmuş, pediatriya xidmətinin inkişafı üçün möhkəm təməl formalaşmışdı. Bildirilib ki, bu strateji xətt hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən ardıcıl islahatlar pediatriya sahəsinin daha da inkişafına, uşaqların sağlam gələcəyini təmin olunmasına xidmət edir. Professor Ənvər Həsənoğlu'nun, Professor Özgür Kasapçoporun və Professor Nailə Sultanovanın moderatorluğu ilə başlayan plenar seansda Professor Rauf Bəylərov, Pediatriya Tarixi İrs və Gələcəyə Baxış Atlas Universiteti Tibb Fakültəsinin dekanı Professor Mətin Çetinkaya gələcəyin pediatrı 2035 baxış, rəqəmsal genetika və sosial çağırışlar, akademik Qaralov Aleksandr Vasilyeviç, respirator virus infeksiyaları müalicəsində aktual tövsiyələr, Professor Lalə Allahverdiyeva, pediatriyada azalmayan problem, xroniki öskürək, yeni algoritmlər və rəqəmsal tətbiqlər mövzusunda məruzələrlə çıxış ediblər. Daha sonra konqres öz işini seksiyalarla davam etdirib. Bu seksiyalar akademik Adilə Əvəz qızı Namazovanın 100 illik yubileyinə, Professor Amelia Abdullah qızı Əyyubovanın 90 illik yubileyinə, Professor Surxay Novruzoğlu Musayevin 75 illik yubileyinə, əməkdar elm xadimi Professor Nəsib Cəfəroğlu Quliyevin 75 illik yubileyinə və Professor Səfixan Şamiloğlu Həsənovun 70 illik yubileyinə həsr olunub. Qeyd edək ki, konqresin Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri, əməkdar həkim tibb elmlər doktoru Professor Nəsibə Ağa İsmail qızı Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş, ikinci günü 28 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında keçiriləcək. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akreditasiya qaydaları əsasında akreditasiya olunmuş 100 DTT balı ilə qiymətləndirilib. Artıq Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsi və Azərbaycan Tibb Universiteti arasında uzun müddətli əməkdaşlıq mövcuddur. Bu, həmçinin də iki tərəfli memorandum, əməkdaşlıq memorandum kimi də öz yerini tapmışdı. Amma bu ilk dəfədir ki, iki qurum ortaq bir tədbir eləyir və çox bir mühüm tədbirdir. Azərbaycan Tibb Universitetinin Pediatriya Kafedrasının 100 illiyi və 5 korifey professorlara həsr olunmuş elmi sessiyalar bu 2 gün ərzində baş tutacaq və sessiyanın ikisi Mərkəzi Gömrük Hospitalda aparılacaq. Bu da sözsüz Mərkəzi Gömrük Hospitalın və Tibb Xidmət İdarəsinin pediatriya sahəsində öz yerinin və rolunun bir dəfədə bir təsdiqidir. Sözsüz bugünkü tədbir çox zəngin bir elmi proqrama malikdir. Xarici qonaqlarımız var. Digər ölkələrdə, Türkiyədən, Rusiyadan, Orta Asiya ölkələrdən, eyni zamanda da hər bir paneldə interaktiv şəkildə və ənənəvi şəkildə çox maraqlı, müasir pediatriya dövrünə əhatə eləyən elmi məqalələr, elmi çıxışlar təqdim olunacaq və sözsüz də bu da Azərbaycanda pediatriyanın inkişafına öz töhfəsini verəcək. Demək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Mərkəzi Gömrük Hospitalının ikinci korpusu bu yaxınlıqda açılacaq
keçmiş Kaspar xəstəxanası tanınan bir binadır və biz də onu da planlaşdırırıq ki, gələcəkdə bu ana və uşaq sağlamlıq mərkəzi kimi fəaliyyət göstərəcək. Bu da bizim Tibb Xidmət İdarəsinin pediatriya sahəsində göstərilən deməli xidmətlərin daha da geniş, daha da yüksək səviyyədə təqdim etməyə imkan bizə verəcək və sözsüz də bu da ümumi pediatriya sahəsinə, onun inkişafına öz töhfəsini verəcəkdir. Bu gün demək olar ki, ilk dəfə Azərbaycanda dünyasını dəyişmiş və pediatriya elmin inkişafında öz əvəzsiz rolu olan alimlərinin yubileylərini qeyd edirik. O alimlərdir ki, hansı ki 20-ci əsrin başlanğıcından və 21-ci əsrə qədər öz araşdırmaları ilə, əmək fəaliyyəti ilə Azərbaycan Respublikasının pediatriya kadrlarının yetişməsində, pediatriya elmin inkişafında öz töhfələri olub və onları biz unutmuruq və daima nəzarətdə saxlayıb və bu gün də fürsət düşüb ki, biz onların yubileylərini qeyd edirik. Və bizim bugünkü tədbirimizdə hibrid dünyada uşaq olmaq, belə bir şüarla biz bu tədbiri aparırıq. Yəni ki, bugünkü müasir devirdə bizim bugünkü beynəlxalq konqresdə Türkiyə alimləri, Rusiyadan gələn alimlər çıxış edəcəklər, öz elmi araşdırmaları ilə bizimlə bölüşəcəklər. Və təbii ki, bu istiqamətdə də biz də öz elmi istiqamətimizi onlara çatdıracağıq. Bu 2 gün davam edən tədbirdə bizim alimlərimiz gələcəyə baxış kimi uşaqlara necə qulluq edir, uşaqların sağlamlığını necə qoruyaq. Düzdür, dövlət tərəfindən böyük qayğı var bizim uşaqlara. Xüsusilə də cənab prezidentin İlham Əliyevin, birinci vitse-prezidentin Mehriban xanım Əliyevin daima uşaq qayğısı, uşaq diqqəti həmişə onların nəzarətindədir. Və bu istiqamətdə də biz çalışacağıq ki, bu uşaqların elmi araşdırmaların praktikada tətbiq etməyə öz töhfəmizi verək. Mən Aygün Sadıqova, Mərkəzi Gömrük Hospitalının həkim pediatrı. Bugün pediatriya günləri çərçivəsində beynəlxalq irs və innovasiya mövzusunda beynəlxalq konfrans keçirilir. Bu konfransda pediatriyada müşahidə olunan aktual məsələlərin müzakirəsi olunacaq. Bu konfransın davamı olaraq sabah Mərkəzi Gömrük Hospitalında 2 sessiyadan ibarət konfrans davam edəcək. Mən sabahki konfransda uşaqlarda laktaz çatışmamazlığı mövzusunda çıxış edəcəm. Konfransın işinə uğurlar diləyirəm. Zakir Rəhimli, Müqabil Bəbirxanov, Səs TV xəbər.